Lənkəran rayonunda avtomobil yoldan çıxaraq aşıb. Xəbərlər net reporta istinadən xəbər verir ki, rayonun Qurumba kənd ərazisində Lənkəran şəhəri istiqamətində hərəkətdə olan Audi Q7 markalı mini avtomobili idarəetməni itirərək yol kənarında qaz borusuna çırpılıb, daha sonra su ötürücü kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü Ernik Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərmanoğlu Qurbanov, 2014-cü il təvəllüdlü F. Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Onlara ilkin tibbi xidmətlər göstərildikdən sonra müalicələrini davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər. Faktla bağlı hazırda araşdırma aparılır.